Bugün sizə paytaxt Bakıdan təxminən 300 km uzaqlıqda yerləşən, Cənubun əsl mirvarisi sayılan Astara rayonundan danışacağam. Astara elə unikal bir yerdir ki, bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Talaş dağları əhatə edir. Bu coğrafiya ona həm möhtəşəm təbiət, həm də çox zəngin mədəni irs bəxş edir. Üstəlik Talaş mətbəxinin dadı da bu bölgəni daha da özünə məxsus edir. Rayonun ən diqqət çəkən tarixi məkanlarından biri Məhəmməd Hənəfiyyə məscidi Ərçivan qəsəbəsində yerləşir. Rəvayətə görə 1499-cu ildə inşa olunmuş bu məscidi vaxtilə Şah İsmayıl Xətai ziyarət edib. Tarixi mənbələr yazır ki, Şah İsmayıl Xətai bir müddət düz 9 ay Ərçivanda qalıb və yürüşlərə də məhz buradan başlayıb. Ərçivan kəndində yerləşən başqa bir qiymətli abidə Kərbəlayı Həmid Abdullah hamamı 9-cu əsrə aid memarlıq nümunəsidir. 200 ildən çox yaşı olan 8 günbəzli bu hamam bir vaxtlar Astaranın ən məşhur məkanlarından sayılırdı. Odunla qızdırılması, xüsusi istilik sistemi və həftəlik qonaq qrafiki vardı. 2 gün kişilər, 2 gün qadınlar, 1 gün gənclər və bazar günü müəllimlər üçün ayrılırdı. O dövrün hörmət, ədəb, ərkan ənənələri burada çox aydın hiss olunur. Ölkəmizin bir çox bölgəsində mineral tərkibli və müalicəvi xüsusiyyətləri ilə seçilən bulaqlar var. Amma Astaranın Ərçivan qəsəbəsində yerləşən bir bulaq xüsusilə fərqlənir. Yerli sakinlərin yanar bulaq adlandırdığı bu su mənbəyi həm möcüzəli sayılır, həm də özünə məxsus bir xüsusiyyətə malikdir. Bulağın suyu alovlanır. Bəli, yanlış eşitmədiniz. Su məşəl kimi yanır. Bunun səbəbi bulağın tərkibində çoxlu miqdarda kükürt və metan qazının olmasıdır. Su səthinə çatan bu qazlara alov yaxınlaşdıranda sanki suyun özündən od çıxmış kimi bir görüntü yaranır. İllərdir qurumayan bu bulaq artıq sakinlər üçün bir növ şəfa mənbəyinə çevrilir. Elə qonşu rayonlardan da mütəmadi olaraq buraya gələnlər var. İnsanlar inanırlar ki, bu sudan içən hər kəs, xüsusilə mədə-bağırsaq xəstəlikləri olanlar sağalır. Alimlər isə bildirirlər ki, burada fövqəli bir möcüzə yoxdur. Sadəcə su ilə birlikdə metan qazı da çıxır və alovlanma məhz buna görə baş verir. Yəni alov suyun içində deyil, sudan ayrılan qazdadır. Ərçivanda bir tikilidə var ki, yerli sakinlər ona ləm deyirlər. Ləm əslində təbii kondisionerli kiçik yay ev hesab olunur. Burada həm oturub dincəlirlər, həm qonaq qəbul edirlər, həm də gecələyirlər. Maydan noyabra qədər ləmlər Astaralıların ən çox istifadə etdiyi yerlərdən biridir. Ərçivandakı ləmlərdən birinin 100 ildən çox yaşı olduğu deyilir və bu da onu daha maraqlı edir. Hətta məşhur Ulduz filminin bir neçə kadrları məhz bu ləmdə çəkilir. Astaranın diqqət layiq kəndlərindən biri də Hamuşam kəndidir. Dağın başında yerləşən bu kənd təkcə təbiəti ilə yox, həm də qonaqpərvər, cəsur və yaxşı insanlarla tanınır. Hamuşam adının mənası Talış dilində çayın kənarı, hamar yer deməkdir. Sovet İttifaqının Azərbaycanlılar arasında ən gənc qəhrəmanı Mircə Cəbiyev də məhz bu kənddə doğulub. Kəndin tarixi Tunc dövrünə qədər gedib çıxır. Eramızdan əvvəl 3-cü, 2-ci əsrlərə aid kişi və qadın abidələri də burada tapılıb və hazırda Astara Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Hamuşama gedən yol da ayrıca bir gözəllikdir. Dağların arasında keçən dolambac, amma rahat yol insanı valeh edir. Burada vulkan mənşəli, qayalar möhtəşəm mənzərə yaradır. Saatlarla bu qayalara baxmaq və onların yaratdığı qeyri-adi təbii gözəlliyindən zövq almaq mümkündür. Bu ərazidə dəniz səviyyəsində 1600 metr yüksəklikdə yerləşən Sebestonuh mağarası var. Bu mağaralarda qədim insanların yaşadığı ehtimal olunur. Amma onların dəqiq yaşı hələ tam müəyyən edilməyib. Hamuşamın bir hissəsi sayılan Bi yaylağı isə tamam başqa bir aləmdir. Bi, Talış dilində soyuq yer deməkdir. Elə buna görə də yayda bura gələnlərin gözləri doymur. Sərin hava, gözəl mənzərə və misilsiz landşaft. Azərbaycan kinosunun sevilən Qızmar Günəş altında filminin bir çox kadrları da məhz burada çəkilib. Açıq havada da əzəmətli Şindan qalasının aydın görmək mümkündür. Şindan qalasına gedən yolda tarixi hələ aydınlaşdırılmamış albanlara məxsus olduğu ehtimalı ilə 5 qəbir yerləşir. Meşəlik ərazidə olan bu qəbirlər həm forması, həm də üzərindəki naxışlarla adamı heyrətə salır. Bu məzar daşlarının əsl mənası və tarixi hələ tam araşdırılmayıb və öz sirrini qoruyur. Əgər Astara Cənubun mirvarisidirsə, o zaman Sım kəndi də rahatlıqla Astaranın öz mirvarisi adlandırmaq olar. Sım çox qədim bir yaşayış məskənidir və arxeoloji tədqiqatlara əsasən bu kəndin tarixi eramızdan əvvələ qədər gedib çıxır. Azərbaycanın hər yerində Sım kəndi gözəl təbiəti, möhtəşəm şəlalələri və tarixi abidələrlə tanınır. Elə buna görə də Sım ölkəmizin ən turistik dağ kəndlərindən biri hesab olunur. Sım kəndini çoxları Astaranın açıq hava altında yerləşən Təbiət Muzeyi adlandırır.
Kəndin ərazisinin təxminən 1/3 sırf daşlıqdır. Araşdırmalar da göstərir ki, burada yaşayış eramızdan əvvəl başlayıb. Cənub bölgəsinin ən məşhur və ən çox ziyarət edilən kəndi olan Sım, Bakı-Astara yolundan 24 km içəridə dağların qoynunda yerləşir. Kəndin adı barədə də maraqlı fikirlər var. Yerli sakinlərin dediyinə görə Sım sözü tox, yəni doymuş adam mənasını verir. Başqa bir mənbəyə görə bu ad hündür qayaların arasında yerləşən kənd deməkdir. Sım kəndində 3 şəlalə və 70-dən çox təmiz su bulağı var. Kəndi əhatə edən meşələrdə yaşı 1000 ilə çatan ağaclara rast gəlmək mümkündür. Onlar qırmızı kitaba düşüb və xüsusi qorunur. Sımın ən maraqlı cəhətlərindən biri də odur ki, qədim sənətlərdən olan dəmirçilik bu günə qədər yaşadılır. Bəzi kənd sakinləri bu sənəti nəsildən nəslə ötürürlər. Əgər dəmirçiliyin incəliklərini öyrənmək istəsəniz, yerli ustalar sizə böyük məmnuniyyətlə göstərər və hətta praktiki olaraq sınamağınızı da kömək edərlər. Astaranın ən gözəl təbiət möcüzələrindən biri də Sım kəndində yerləşən məşhur Sım şəlaləsidir. Qədim dağların qoynunda gizlənən bu şəlalə həm hündürlüyü, həm də yaratdığı sərin hava ilə buraya gələnləri valeh edir. Şəlaləyə gedən yol boyunca mamır basmış, böyük vulkanik daşlar, sıx meşəlik və təmiz dağ havası insanı tam başqa aləmə aparır. Təxminən 25-30 metr hündürlükdən düşən su gurultusu həm güclü, həm də sakitləşdirici bir səs yaradır. Yay aylarında suyun ətrafa saçdığı incə duman isə buranı təbii kondisionerə çevirir. Sım şəlaləsi təkcə gözəlliyi ilə yox, ətrafındakı minillik ağaclarla və zəngin təbiətlə seçilir. Astaranın bu hissəsi elə bil açıq hava altında olan təbiət muzeyidir. Buraya gələn hər kəs eyni şey deyir. Sım şəlaləsi sadəcə bir şəlalə deyil, təbiətin nəfəs aldığı yerdir. Astara haqqında bu qədər. İndi isə növbət sizdədir. Növbəti səyahətimizi hansı istiqamətə edək? Təkliflərinizi kommentə yazın.